Salam əziz tələbələr, dövlət qulluğu imtahanında istifadə olunmuş belə bir sualın izahına baxaq. Sualda bizə nə deyir? Cavab variantlarındakı hissələrin dördünü çevirmədən və heç bir istiqamətə döndərmədən birləşdirdikdə verilmiş fiqur alınır. Yəni bu yuxarıdakı. Yəni aşağıda verilmiş cavab variantlarını birləşdirməliyik, dördünü və yuxarıda verilmiş bunu almalıyıq. Hansı variant artıqdır? Bizə belə bir şey deyir. Təbii ki, burada biz özü dediyi kimi həm çevirməməliyik, heç bir istiqamətə də döndərməməliyik. Buna əsasən gəlin görək necə əldə edə bilərik. Bax, bu hissə mənə oxşadır B variantının bu hissəsinə. Ona görə də mən düşünürəm ki, yuxarıda bax bu hissədə gətirim həmin damalar qədər bura B variantını yazım. Yəni kənardan yazım, oxla göstərim ki, daha dəqiq bilərsiniz. Bura olsun B variantı. Daha sonra mənə çevirmədən dediyi üçün mən bu aşağıdakı ayaqlara fikir verirəm ki, məsələn, aşağıdakı ayaqlarda C variantını qoymağın bir mənası yoxdur. Və yaxud da ki, sol tərəfdə görürsünüz, burada tək nə isə çıxıb da, bu A variantına oxşuyurmu? Mən düşünürəm ki, bax, bu sol tərəfdə verilmiş hissəyə gətirib A variantını çəkir. Bura olsun A variantı. Digər hissələrdə də, bax, məsələn, A variantından və B variantından istifadə etmişik. Daha sonra mən düşünürəm ki, bax, bu aşağıdakı tək ayaqlı bir hissə burada D variantına oxşuyur. Ona görə də bu hissədə mən baxın yazıram burada hal-hazırda. Bu hissədə olsun bizim D variantımız və gördüyünüz kimi bu mərkəz hissədə bir boşluq var. Həmin boşluğa da hansı variantı qoymaq olar yoldaşlar? Y variantında bu hissəyə yazmaq olar və gördüyünüz kimi artıq olan hissə C variantı olur. Düzgün cavab C bəndi.